Xəbər bürosuna xoş gəlmisiniz. Bugün studiyamızdan minlərlə ailəni sevindirəcək çox mühüm və şad bir xəbərlə qarşınızdayıq. Prezident İlham Əliyev sosial ədaləti gücləndirən, müharibə əlilləri və şəhid ailələrinin yükünü yüngülləşdirən vacib qanun dəyişikliyini təsdiqlədi. Bu qərar mülkiyyət hüquqları ilə bağlı xərcləri tam aradan qaldırır. Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət rüsumu haqqında qanuna edilən dəyişiklik müharibə əlilləri və şəhid ailələri üçün mühüm güzəştlər nəzərdə tutur. Dəyişikliklərə əsasən daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 6-cı maddəsinə və dövlət rüsumu haqqında qanunun 26-cı maddəsinə əlavələr edilib. Bu əlavələr daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı zamanı tutulan rüsumların dərəcələrini tənzimləyir. Hansı xidmətlər rüsumdan azad edilir? Yeni qanuna əsasən aşağıdakı xidmətlər üzrə dövlət rüsumu ləğv edilir. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın verilməsi, texniki sənədlərin, pasport, plan ölçü sənədləri təqdim edilməsi, torpaq sahələri üzrə mərc çəkmə işləri, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması, yüklülük ilə bağlı arayışlar, ipotekanın dövlət qeydiyyatı, daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər. Kimlər bu güzəştdən yararlanacaq? Bu azad olma aşağıdakı sosial cəhətdən həssas kateqoriyalara şamil edilir. Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, 20 yanvar hadisələri ilə bağlı əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən, o cümlədən Çernobıl AES, əlilliyi yaranan şəxslər, şəhid ailəsi statusu almış şəxslər. Qeyd edək ki, bu qərar dövlətin həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və rifahının artırılmasına yönəlmiş növbəti mühüm addımıdır. Sizcə bu qərar müharibə əlilləri və şəhid ailələrinin həyatında real rahatlıq yaradacaqmı? Fikirlərinizi şərhlərdə mütləq yazın. Belə vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Xəbər Bürosu kanalına abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın.